Bu arada bu kızlar parmağımın tırnağı kırılıb. Çok qəribə hiss edirəm hal-hazırda. Çünki yəni bilmirəm. Bura oturmadan önce çok şeyler fikirləşirdim, çok şeyler danışacağım, çok mövzulara girəcəyik və bunu hələ də deyirəm. Sadəcə indi ilk video olduğuna görə çox yormaq istəmirəm bu mövzularda. Düşünürəm ki, hər başlanğıc çətin olur. Yəni mən özümdən deyim də, hər hansısa bir işə başlayanda nəsə eləmək istəyirəm və bunu mən çox deyirəm ki, eləyəcəm ya da nə bilim, nəsə atıram hər hansısa bir günə və ya beynimdə bir çox planları qururam, amma sanki o ilk addımı atmaq biraz çətindir, biraz risklidir. Başlanğıclar mənə görə, məncə bu videonu izləyənlərdə də başına gəlmiş hər hansı hadisələr var ki, hər zaman başlanğıc bir çətin olur. Yəni sanki başlayandan sonra hər şey yavaş-yavaş deyək bir yerində, yəni yerinə düşür. Ona görə də mən də bu videonu tam olaraq belə bir başlanğıc olaraq sayıram. Yəni ilk videomun belə biraz problemli olmağının sirri nədədir? Bu arada bu kızlar parmağımın tırnağı kırılıb. Kırılmaq deyil bu. Bilirsiniz nədir özdə? Tırnağım belə qatlandı. Of! Bunun acısını yaşayanlar bilər. Yəni düşmənimə belə bunu heç arzu etmərəm. Yəni çox pis bir şey idi. Yəni mən də bir də bilməm mənim kimi olanlar var ya yox. Qan görəndə çox halım xarablaşır. Yəni dəhşətli şəkildə. Yəni bir damcı qan görürəm, bütün bədənimə belə tər gəlir, istilik gəlir, halım xarablaşır. De bayıl istiyorsan Feriha. Mən də əlim qanamışdı. Dünənlərim yəni dəhşətli bir faciə günüm olmuşdu da mən. Bu aralar bir kitab oxuyuram. Bunun haqqında da vermək istədim. Huzursuzluğun kitabı. İnana bilməzsiniz ki, yəni həyatınız yetəri qədər, yəni onsuz da yəni hər kəsin bir özünə görə bir problemləri var da, ona yetməzmiş kimi gedib bu kitabı almışam və oxuduqca insan belə bir bunalır. Bir bunaldıqca bunalır. Zaten yəni tutqunlu bir hava hal-hazırda da pəncərədən baxıram ki, yəni yağış yağır. Yəni zaten yetəri qədər belə hava zaten bizim modumuzu salır, amma mən yəni 23 manat 60 qəpik vermişəm ki, biraz da huzursuzluğun kitabını oxuyub. Mən fərqi yoxdur. Yəni desinlər ki, bu kitab 70 manatdır, yəni də gedib verirəm. Qızlar, belə deyim də, əgər həqiqətən də içdən olaraq bir işi görmək istəyirsinizsə, bu bir idman da ola bilər. Bu hər hansı istədiyiniz bir iş də ola bilər, hobi belə ola bilər və ya nə bilim, ağlınıza nə gəlir fərqi yoxdur. Qəti şəkildə yəni atmayın. Çünki mən görürəm, atdıqca o uzaqlaşır səndən. Yəni belə deyim də, bizi ən çox saxlayan özümüz üyəsində. Bir çox işlərdə də, bir çox məsələlərdə də, yəni əgər o işi eləmirsənsə başqa bəhanələr gətirmə ki, elə oldu, belə oldu, eləyə bilmədim, xeyr. Qəti şəkildə qalxırsan ayağa və o işi həll edirsən. Yəni sözüm ondadır ki, bu video mənim üçün bir başlanğıc idi. İlk YouTube videosu olaraq. Və bu video kimin qarşılarına çıxacaq, kimlərin qarşısına çıxacaq və ya nə bilim, kimlər məni görəcək, kimlər sonuna qədər izləyəcək. Bəlkə də onlara da bu video bir işarə ola bilər. Hər hansı bir işə başlamaq istəyən insanların qarşısına çıxa bilər ki, bəlkə bu ona daha çox motivasiya verər. Video o qədər istəyirəm ki, yəni video yəni motivasiya versin və o işi edəsən. Yəni qorxmadan, çəkinmədən edəsən. Məsələn, mən qorxmadan, çəkinmədən istədiyim tərzdə, yəni böyük bir şey də olmasa, kameranı qoydum, başladım çəkməyə. Təbii ki, bu uzaqdan çox asan görsənir. Dəhşət asan görsənir. Yəni kameranı qoyub danışır da nə ola bilər ki? Maksimum nədir də, yəni. Amma inanın ki, bunun da bir çətinliyi var. Həqiqətən, yəni indi açıb tökmək istəmirəm bu məsələləri. Ona görə də sadəcə onu demək istəyirəm ki, nədirsən, nə eləmək hal-hazırda düşünürsənsə qalx və elə. Yəni saxlama, gələn günlərə atma. Onu dərhal elə. Videomuz bura qədərdir. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Hələlik.